Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Sizlərə Xırdalanda Bakı-Sumqayıt sürət qatarının Xırdalan stansiyasının yanı Kristal Abşeron 2 yaşayış kompleksində 15 mərtəbəli binanın 15-ci mərtəbəsində ümumi sahəsi 62 kvadrat metrdən ibarət qanuni 2 otaqlı mənzil çəkib təqdim edirik. Mənzil super bir təklifdir. Kupçalı, tam əşyalı satılan mənzilə sahib olmaq istəyənlər üçün əla bir variantdır. Müraciət edə bilərsiniz. Mənzilin qonaq otağına təqdimat aparmışıq. Mənzil yalnız şəxsi əşyalar götürüləcək. Bütün əşyalar mənzildə saxlanılmaq şərti ilə satılır. İdeal bir təklifdir. Alıb bu mənzil rahatlıqla 450 manat, 500 manat bu civarlarda kirayə verə bilərsiniz. Dəhlizlə təqdimatlar davam edirik. Otaqların hamısı dəhlizdən paylanır. Bütün otaqların hamısında müstəqil pəncərəsi var və qiymət də əla qiymət təyin edilmişdir. Giriş qapısıdır dəyərli izləyicilər. Dəhlizindən təqdimat aparırıq. Döşəməsi metlaq qranitdir. Mənzildə qonaq otağı zaldır. Bu hissədə mənzilə qanuni proyektlə yataq otağıdır. Yataq otağıdır. Qanuni proyektlə döşəməsi əla növ target döşəmədir. Mənzilin sanitar qovşağı girişdən daxil olduqda sağ tərəfdə mənzildə ümumi sanitar qovşaqdır. Bütün aksesuarlarla təchiz olunmuşdur. İsti sistemi, kombiner radiatorun batareyaları vardır. Və mənzilin sizə təqdim edirik mətbəxini. Burada ayrıca girişi vardır, mətbəxidir. Gördüyünüz kimi bütün əşyalar var, hamısı saxlanılır burada da. Mənzilin eyvanına keçid buradandır, dəyərli izləyicilər. Eyvanda kombi aparatı var, qaz sayğacı var, ideal bir təklifdir. Qiyməti açıqlama bölməsində elan edəcəm və bu binanın yerləşdiyi yer çox gözəl bir yerdir. Bakı-Sumqayıt sürət qatarının Xırdalan stansiyası bu binanın tam yanında yerləşir və 28 may metrosuna 20 dəqiqəlik məsafədə qət edə bilərsiniz və belə bir qiymətdə belə bir təklif deyim olar ki, yoxdur. Hörmətli izləyicilər, əgər sizin də Xırdalanda hər hansı bir satlıq əmlakınız varsa, mənzil satırsınızsa, mənzil almaq istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Bizi YouTube, Instagram, TikTokdan izləməyə davam edin. Bu günə bu qədər. Çox sağ olun.